Qardaş, burada torpağın qiyməti neçədir? Qardaş, 20-25 min civarında. Və evimiz neçədir? Evimiz əvvəl soruş neçə sotdadır? 24 sotda. Bəli. Dostlar, 24'ü 20'ye vursaq 480 min eləyir. 25'e vursaq 600 min eləyir. Ev torpağının dəyərindən ucuz qiyməti 420 minə. 24 Yəni bu cür ev hədiyyədir. Demək olar ki, torpağının qiymətindən də bir 60-70 min ucuz qiymətə çıxıb satışa. Qonda burada belə izah edeyim. Bu hissəsi yoldur. Bax, bu hissəsi də yoldur. Bu hissədən istəsəz kiralar belə tikib 4 dənə. Qəşəng kiraya vermək olar. Buradan evlər tik sat. Nə istəyirsən elə. Evimiz də nədir? Paket kupça, xüsusi mülkiyyət. Qardaş, həqiqətən bunun dəyəri nə qədər olar? Bunun dəyəri 1 milyondan baha. Yəni bunu yetişdirməyə bir ömür lazımdır. Buna bax, şamlara bax. Bəli, hamısı şam ağacı. O tərəf dostlar, hamısı təsəvvür eləyin yoldur. Evimiz də hamısı monolit beton 3 mərtəbəli. Ətraflar da hamısı villalar. Ətraf villa. Bir də nəyi vurğulayaq, qonu da deyək. Bir dənə pəncərə görmür həyət. Görmür da. Cənnət bağıdır. Həqiqətən də 400 mini verib şəhərdə ancaq 130 kvadratlıq, 150 kvadratlıq bina evi alırlar. Qardaşım, birinci mərtəbə beton, ikinci beton, üçüncü beton, mansarlı 3 mərtəbə. Daxil oluruq evimizin içərisinə. Qarşısına qədər asfalt yoldur, məhəlləsi də o qədər genişdir ki. Göstərək evin məhəlləsini. Ehtiyac yoxdur. Dostlar, bu gördüyünüz daşlar hamısı təbii, ən bahalı daşlardır. Gülbağ da yəni. Gülbağ, bəli, bəli. O ərazində götür, şamlar da hamısı bu evə məxsus. Qabağında da böyük bir yeri var, plaşatkası. Şamlar. Böl, sat, buranı odur və yaxud da böyük bir ərazidə yaşa. Dostlar, daxil olduqda belə gözəl pilləkanların gör nə qədər bir dənə kişi pilləkən qalıbdır. Kombisinin neçə ən bahalısı, gör nə boydadır, maşallah. Bəli. Sanitar qovşağımız hazırdır. Keçək hara. Hə qardaş, burada geniş bir mətbəxdir. Buyur. Hə, gəldik bu hissəsinə. Böyük bir mətbəxdir. Geniş bir mətbəxdir. Əşyalar qalır. Qalır əşyalar. Burası belə qonaqdır. Bir də bu parketə də diqqət yetir. Parketdəki ən bahalı parket gətirir. Ən bahalı parketdir. Üstü laklanmadığı üçün belədir, yəni palyovka. Buradan balkonumuz bəx çəkmişik. Buradan da çıxışımız var. Ağasarı. Keçək əsas nəyə? İkinci mərtəbəyə. Dostlar, pilləkanlar çox rahatdır. Yəni, belə məşq eləmək üçün də görürsünüz ki, bizə yarayır. Enlidir. Enli və rahat. Heç insanın ruhu incimir. Buradan belə balkonumuza çıxışımız var. Bəli. Ehtiyac yoxdur. Buraları yataq otaqlarını çək, qardaş. Otaqla maşallah geniş və hündürlüyü 4 metrə yaxındır. Evin ən böyük özəlliyi işıqlıdır. Bütün, buranı götür, qardaş. Demək, burada da bir böyük şəkildə sanuzelidir. Burada belə. Gəldik ikinci yataq otağımıza. İkinci yataq otağımızda da, qardaş, izah eləyək ki, bu hissədə də böyük şəkildə sanuzeli var. Buradan belə balkonumuz da var. Yataq otağı, açıq-cıza açıq göstərək. Açıq belə göstərsən elə. Yerini üst hissədən göstərəcəyim sizə. Buradan da aşmadıq. Gəl qardaş, mərtəbəyə. Bax, enli, gözəl, yenə deyirəm, səhər qalıqdın, bir dənə buradan beton monolitə vurğula ki, kalon, beton monolit. Beton bir dənə qalınlığını da göstər, gömgöydür. Hətta bura belə monolit beton. Bir də 12 dənə də liger atılıbdır. Kalon. Kalon atılıb. Kalon atılıb. Radiatorlarına qədər var, mansarın hündürlüyü ideal. Bir halda ki, dostlar, bu evə görə sizdən pul alınmır. Paydır, pay, bu şərtdir. Adi torpağı 20 mindən vursan belə 480 min eləyir. Paket qupca. 20 mindən torpağı alsan belə 400 min elə bunu, 480 min elə bunu torpağı eləyir. Yəni ki, nəzərə alın ki, bu ev sizə hədiyyədir. Bu zovnadadır. Nihat Marketin arkasındadır. Gəl sən Allah bir dənə buna var. Bir dənə buna gəl. Gör bu hansı güllədir. Tapa bilsən halaldır. Bu Promoy Nərmanov. Şəhər ayağının altındadır. Bax, bu Nərmanovun gülləsi görünür. Hündür bir evdir. Yer olaraq da haradır? Vişnovkada. Bu zovna Vişnovka düz Nihatın arxasında ən bahalı bir yerdir. Yaxın bir məsafədədir Nihata. Mansarı hətta dəmirdən belə yıldırıblar. Şəxsi evdir.
Paket kupça, ipoteka. 420 minə qardaşım yararlı. deyilir. Razılaşma yeri balaca da var Yenə də qardaş. endirim ola bilər. 050 798 98 99 takip atı frəyi yazın.